Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Ümidvaram hər biriniz yaxşısınız. 25 iyun sertifikasiya imtahanında iştirak edib uğur qazanan bütün müəllimləri təbrik edirəm. Həmçinin iyul ayında keçiriləcək MİQ imtahanında iştirak edəcək müdavimlərə də uğurlar arzulayıram. Gəlin elə bir sertifikasiya sualı ilə yaxından tanış olaq. Demək, bir sualımız belə idi. Birinci boruda H hündürlüyündə bir cins maye vardır. Kranı açdıqdan sonra təzyiqlər bərabərləşdikdə borularda maye üstünün hündürlüyü neçə H olar? Baxın kimi görünür ki, onsuz da bu birləşmiş qablardır və kranla əlaqələnib. Kran açıldıqdan sonra təzyiqlər bərabərləşəcək. Çünki təzyiq çox olan yerdən az olan yerə doğru axım baş verəcək və hal-hazırki mayenin səviyyəsi əlbəttə ki, dəyişəcək. Və birləşmiş qablar olduğu üçün, bir cins maye olduğu üçün hər iki boruda olan mayenin hündürlüyü bərabər olacaq. İndi həmin hündürlüyü biz tapacağıq. Burada bizim istifadə edəcəyimiz şərtlərdən biri, demək, mayenin həcmi ilk halda, ilk öncə nə qədərdirsə, sonda da o qədər olmasıdır. Baxaq, ilk halda 4S sahəli hissədə H hündürlüyündə maye vardır. İndi biz baxaq, birinci halda ilk həcmimiz demək 4S vur H qədərdir. İlk həcmimiz bu qədərdir. Sonda da bu həcm qorunub saxlanmalıdır. Və biz kranı açdıqdan sonra maye həmçinin S sahəli boruda da müəyyən hündürlükdə olacaq və bu hər iki hündürlük 4S-dəki və S-dəki hündürlük bir-birinə bərabər olacaq və biz həmin hündürlüyü tapmalıyıq. Və ilk haldakı bu həcmi son haldakı həmin həcmə bərabər etməliyik. Deməli, kranı açdıqdan sonra 4S sahəlidə olan mayenin hündürlüyünü balaca H-la işarə edirəm. Üzərinə əlavə edirəm S sahəlidəki H hündürlüyündə olan mayeni. Bu bərabərdir, bu həcm bərabərdir ilk haldakı həcmə, yəni 4SH həcminə. Buradan 5SH bərabərdir 4SH yazsam, H-ı 5-də 4H, yəni 0,8H tapa bilərik. Bu əslində çətin olmayan bir sual idi. Həmçinin bunun təzyiq versiyasında soruşa bilərdi, təzyiqin dəyişməsində soruşa bilərdi. Belə doğru cavabımız 0,8H olacaqdır.